Assalamu alaikum əziz dostlar. Dostlar, gözəl bizim meşəmizin balıq gölü dostlar. Qəşəng burada tikəsən kotej, 2-3 mərtəbə kotej tikəsən, arı saxlayasan. Gözəl bir yerimiz satışda var dostlar. Super yerdir. Sünkər gözəl. Yaxından bir çayda görsən, inşallah içəri daxil olaq. İçəridə ətraflı göstərəcəm. Dostlar, yer opşi yerin həcmi 3 hektardır. 3 hektardır dostlar. Yerin içində gilası, meri meyvəsi, xurması, alması, armudu. Elə bir ki, bizim Bakı Zakatala magistral yolundan hardasa deyərdim ki, 2 kilometre aşağıdadır. Ana xət yolda 2 kilometre aşağıdadır və içəri inşallah size balıq göllərini göstərək. 4 dənə balıq gölü var, 4 dənə super yerdir. Super qəşəng yerdir dostlar. Ve dostlar dahil oldu bu yerin həyatına dostlar, super yer dostlar. Burada 500 tane arıya bakarsan, arı üçün yer. Qəşəng kotej tikəsən. Hal-hazırda orada domik var, ev var, navet var. İnşallah hamısını sizi tanış edəcək. Dostlar baxın, meri meyvə, fındığı, baxın dostlar. Qəşəng alçası, gavalısı, gilası, hər cür meyvədən var. Super yer, həqiqi. Yaşa da qardaş, yaşa. Burada ne lazım? Bu diye ham axtarıb belə yer əldə eləyəsən, gəlib öz təsərrüfatını yaratasan, balıqçılıq yaratasan, arıçılıq yaratasan, sakit. Bakın dostlar, meyveye bakın. Bana bak, almalara bakın, alma, sinek olması, her şey, zoğal, qəşəng iri alçadan, hamısından var. Ben size yeri ətrafını göstereceğim. Sakla. Ve dostlar, şuraya bak, göz yaşı gibi temiz. Dostlar, gözəlliyə bakın, bir tane zəhmət olmasa. Bəh. Kim istemez belə yerde yeri olsun. Belə bir tane hündür yerde 3 mərtəbəli kotejlik. Fermer təsərrüfatı yarat, balıqçılıq, qoyun quzu saxla, öz təsərrüfatını yarat. Burada da ev var. Ehtimalı qarşılıqlı. Hal-hazırda yaşayan var orada yani. Burada bir naves var. Dostlar, ora ətrafa baxın, alması, armudu göz oxşayıb. Sünkar gözəlliyi dostlar. Gel bir dənə hündürlük qəşəng. Belə götürün. Dostlar, göllərə baxın. Bəh. Həqiqi o xarici filmlərdə baxsan dostlar, kinolarda belə yerdə ancaq kinolarda görürük də, biz harda görürük? Baxın dostlar, meyvəyə bax. Gölün kənarı dostlar, qəşəng bax. Balığın fareli bırak, kefele bax, 1 göl, 2 göl, 3 göl, 4 göl. Dostlar, burada ne lazım? Otur bir de burada, ben diyeyim 3 mərtəbə evdik. Burada arı yaşıklarını düz bura bir 500 tane. Hem arıya bak, hem evde yaşa. Yaxşı qazın, ördəyin, hinduşkan. Bırak kefeledə dostlar. Bakın dostlar. Burası insanın ruhu diyeceği. İnsanın ruhu diyeceği. Həqiqi çok gözəldir. Ətrafı meşədir. Ayna kimi su. Bir taraftan girir su, bir taraftan çıkar. Ortayla su girir. Tertemiz. Mer meyvədə ürəyin istədiğiniz mer meyvə də var. Fındığı, qozu, əncili. Kəndə məxsus olan hər cür meyvələrdən də var. Işığı da inşallah var buranın. Işığı da var. Şu var idi. Evet, yoktu. Yani kimse arası paneller koyacak da olacak. Şu da indi o rahatı, bəli. İndiki devirdə o rahatı. Bir dənə gəl bu buranın da ətrafı göstər həyəti. Ya bu aşağıdaki göllere çeksen. Onları çəkəcəm. Bax həyətə bax. Dostlar 3 hektar, 3 hektar. 3 hektar her şeyi yaratma olar dostlar burada, her şey. Hal-hazırda yani ki bunun 90% her şeyi var. Yani 10% alıp kimse inşallah gösterir. Ya bir tane yakından gösterelim. Bak dostlar, buradan da gördüğüm o çayda akır. Göl yaşı günü gelmiş. Gel buraya. Bakın süper yerler dostlar. Göllere bak. İnsanın ruhu dincəlir burada, ruhu dincəlir. 1, 2, 3, dostlar. Alanı göz var. Suyun buradan girişi ve çıkışı ve oradan çıkar. Pasiyanı temizlenir. Tertemiz.
Ve bu dördüncü gölümüz. Gölü etraflı göster. Bak. O kabboyların kılıklarında baksana. Böyle yerli. Həqiqi çok süperdi. Bu Salih dayının burada çok büyük emeği olur. Çok büyük eziyet çekip. Həqiqi rahat değil. Bu boyda şey yaratmak, bu boyda az vesayet istemiyor, az xərc istemiyor. Her gün sənədi yerinde olan inşallah her bir sənədi olan yer. Baxın dostlar, ətraflı göster operator, xahiş edirəm. Ətraflı göster. Süper. Həqiqi dostlar, arı üçün mən yenə deyirəm, arı saxlaya bilərsin, balıq saxlaya bilərsin, balıq gölləri, arı saxlaya bilərsən. Ondan sonra quşçuluq yarata bilərsən. Yubocu heyvan, hinduşkasıdır, ördəyidir. Bırak 500 dənə, 1000 dənə, 2000 dənə toyuq ferması yarat. Her şey yarat. Burada ne lazımdır? Bu güzelliğe ne lazımdır? Dostlar, bu diye bile sakit, hamı çoxsu bile sakit yer istəyir. Hamı şəhər yerindən qaçıb sakit, özü üçün nəsə təsərrüfat yaratasan ki, belə yer əldə eləyəsən. Həqiqi xeyirli olsun. Süper yerdir, süper. Hadi dostlar, bax, hal-hazırda bu təsərrüfatlı qoyun da var, qəşəng qoyun da saxlanır. Qoyun, quzu. Keçi de var. Düzelt pendirden. Keçi Keçmirik. Aha, ne güzeldi. Koyun, kuzu, sapan, kuzu. Tasarruflu yarar. Ne güzel bakın dostlar. Bak bir tane bile operatör, bir tane her zahmet olmuşsa. O boşa çıkanda su topluyor. Ve dostlar hal-hazırda burada göllerin dördünde de balık var. Belamurdu, sazandı. Orada 4-5 de adiller yadında kaldı. Belamurla sazan yadında kaldı. Bir de operatör. Bir tane son bir tane götür zahmet olmasa. Dostlar güzelliğe bakın. Həqiqi burada çok şeylim olar dostlar. Yer de var. 3 hektar yer az yer diyor dostlar. Göllerimiz hazır. Daima təmizlənir. Qəşəng. Süperdir. Həqiqi balıq saxlamaq üçün, arı saxlamaq üçün, təsərrüfat yaratmaq, quşçuluq yaratmaq üçün 3 hektar yerdir dostlar. Çok güzeldi. Həqiqi çok süper yerdir. Ve dostlar bizim burada çok büyük emeği geçen, əziyyəti geçen bizim Salih dayımındır bura. Həqiqi oradan gəlişini də gördüm. O çayın, o gözəllikləri dostlar. Bu balıq göllərini, bu boyda təsərrüfatı yaratan Salih. Ay Salih dayı, bilirəm bura az əmək çəkmişsiniz. Çok büyük əmək çəkmişsiniz. Salih dayı, indidən sonra səhhəti ilə əlaqədar dediniz ki, dedim Salih dayı, niye satsınız, niye verirsiniz? Dedin ki, ben səhhətim üçün cavab vermirdim işlərə. Salih dayı, inşallah kime qismət olacaqsa, ne eləməlidir dayışı burada? Ramiz, bura qardaş, həqiqətən mən çox böyük əziyyət çəkmişəm. Çox böyük əziyyət çəkmişəm. Bura elə bir ki, mən dırnaqlarımla dökmüşəm. Elə həqiqətən çox böyük əziyyətim var. Əlbəttə. Burada kol, nə bilim, şey yeriydi, balıq yeriydi, yarasız torpaq idi. Ona görə buna mənə icazə verdilər ki, sahibkarlıq məqsədi ilə mən burada göl bıraxdım. Yəni sahibkarlıq elə bir şeydir ki, bu insan bir boy vaxtı hər halda istəsən dəyişə bilirsən. Yəni öz şeyini, istiqamətində bilirsən. Qardaş, çox halal yerdir, çox əziyyət çəkmişəm. Yəni mən öz səhhətimlə əlaqədar biraz buralardan aralanmışam bir neçə illərdir. Bir qardaşa vermişəm. Qardaş da buralara baxır, Allah canını sağ eləsin, yəni təmizlik edir. Onu vermişəm qardaşa. İndi istəyirəm buranın bir münasib bir adam üçün olsun. Yəni sizin işinizi davam eləsin. Bəli, mənim işimi davam eləsin. İstəyirəm burada balıqçılıqda elə bilər, quşçuluq da eləyə bilər, nə bilim. Həqiqi dostlar. Qoyun da saxlaya bilər, hinduşka da saxlaya bilər. Burada bütün şərait var. Domik var, ev var. Nə bilim heyvan saxlamaq üçün yer düzəltmişik. Nə bilim toyuq üçün yerimiz var. İndi göstərəcək olaraq. Yəni Allah kimə qismət eləsə, Allah ona qoy qismət eləsin və xeyirli işte xeyirli iş yapma, Allah can sağlığı olsun. Amin. Zaten alana da satana da xeyirli olsun. Bəli dostlar, daxil oldu hansı ki bir otaq olduğu var. Burada naves var. Nara bax dostlar, narı. Qəşəng meyvəsi, fındığı. Ətrafı çay gidir. Hər gün meyvəsi var. Süper yer, süper. Oğlan çekme, etrafı götür. Etrafı götür. O tarafı da götür. O meyvelerin gölgesinde götür. Haydi sağ ol. Stop edelim. Dostlar gece gündüz bu çay akır. Göz yaş gibi temiz çay. Bakın dostlar. Həqiqi
Gözəllik nə etsən də, valla otur istirahət elə, burada nə lazım bax, çay belə davam edir. Yəni bolunu bura, bəli, içməli su kimi istifadə edirsən də, çay eləmək üçün, yemək bişirmək üçün hər gün nəyə yararlı sudur, təmiz sudur. Dostlar, yekununda burada axırını çəkirəm, göstərir. Bax budur. İtlər buranı qoruyur. Dostlar, qoyunları çək. Bax nə gözəl. Bura girişdir. Bura o fermanın girişidir. Balıqçılığın, fermanın girişidir. Buradan gəlirsən dostlar. Həqiqi dostlar, alana da satana da xeyirli olsun. Super yerdir, super.